Hər vaxtınız xeyir, salamlayıram sizləri Masazır qəsəbəsindəyik. Masazır qəsəbəsində sizlərə şəxsi tikili bu cür gözəl 4 otaq həyət evi göstərəcəm. Qiyməti ilə bağlı məlumatı da irəliləyən dəqiqələrdə verəcəm. Evimiz ümumi 4 sotdadır, 4 sotdan da artıqdır. Şəxsi tikilidir, Masazır qəsəbəsində yerləşir. Həyətin bu hissəsini göstərim. Demək, burasında da torpaq ərazisi var, yanda da əkim üçün belə yeri var. Evin zirzəmisini göstərim. Evin zirzəmisi də ki, qupquru. Və otaqların altına hamısına keçməyə yer var və burada da kombisi də var. Demək, qaz, su, işıq var, yerləşməsi Masazır qəsəbəsidir. Masazırda ikinci böyük ərazi marketin arxa istiqamətində 4 sotda şəxsi tikili 4 otaq. Qiymət, start qiyməti 140 min manatdır, endirim olunacaq. Torpağın çıxarışı var, evin çıxarışını götürmək mümkündür. Demək, gedişat belə olacaq. Bu axıra kimi gedəcək, oradan darvaza ayrıca qoyulacaq. Yəni hal-hazırda 2 qardaş qalırlar. Bu hissə bölünəcək, hasarlanacaq, orada darvaza qoyulacaq. Bax, bu yol da bu evə aid olacaq, bu ərazi də bu evə aid olacaq. Evin özüdür və keçək bu hissədə evin burada ev sahibi tərəfindən gördüyünüz kimi yaşıllıq bir ərazisi var, zeytun ağacına kimi var, səhətin su krantı, zirzəmiyə buradan da giriş var. Toyuq cücə yeridir, əsl həyət evi. Evin hər bir tərəfindən də hərəkət eləmək olur. Evin arxasına da dəmir barmaqlıqlarına kimi var. Qiymət 140 min manat, start qiymətdir. 4 sotda 4 otaqdır. Masazırda ikinci böyük ərazi marketin arxa istiqamətindədir. Demək, yaxınlığında 2 nömrəli məktəbdə və burada evin üz görünüşü və keçə evin içində olan şəraiti göstərim. İçərisinə daxil olmuşuq. İçin hündürlüyü çoxdur. Dəhliz vasitəsilə otaqlar bölünür. 4 otaqda bir daha vurğuluyum. 4 sotdadır. Masazır qəsəbəsindədir. Bu mətbəxidir. Evdə hal-hazırda yaşayış var. Mətbəxin bu hissəsində əlavə qonaq otağına çıxış üçün belə yerdə qoyulub. Yəni qonaq otağının 2 dənə qapısı var. Biri mətbəxdəndir, biri dəhlizdəndir. Evin internetidir, telefonudur, sonra sənətidir, hamısı var. Burada bizdə hamam otağıdır. Daha doğrusu hamam otağına aid olan hissədir. Hamısı belə tam ayrı-ayrıdır. Bax, gördüyünüz kimi. Burada da sanitar qovşağıdır, paltar yığma hissəsi. Demək, burada qonaq otağı, mətbəx və istərdim yataq otaqlarını da göstərim. Ev əşyası satılır. Lazım olsan əşyaları pul müqabilində saxlamaq olar. Ev qoşadaşla tikilib ən əsası. Keyfiyyətli tikilib. Qiyməti 140 min manat. Gəlin baxın, yerində endirim mümkün olacaq. Alana satan Allah xeyir versin. Böyük yataq otağıdır. Orada baxdım, kiçik yataq otağıdır və keçək sonuncu yataq otağını göstərim. Evin hətta iç divarları da qoşadaşdır. Demək, bu da bizim sonuncu yataq otağımız. Alana satan Allah xeyir versin.